Biz hər dəqiqə uşaqla əlaqə saxlayırıq. Hər dəqiqə. Sadəcə birin yarısında, sonra birin yarısından sonra, 1:28-dən sonra zəng eləmişik, cavab vermir uşaq. Dəfələrlə zəng eləmişik, cavab vermir. Dəfələrlə zəng eləmişik, cavab vermir. Biz də bildik ki, bu uşaq biridə gəlib evdə olmalı. Uşaqlarda təhsil alır, sonra harda işləyir? Bərdə rayon texnikumunda. Kollecində oxuyur. Bəli. Sonra dərsdən sonra harda gedib, praktikaya gedir? Praktikada asan xidmətdir. Asan xidmətdə. Asan xidmətdə yarım saat qabaq icazə alıb çıxıb. Padruqasıyla çıxıb. Padruqası ilə çıxandan sonra oturublar orada 15 dəqiqə söhbət ediblər. Yəni görüntü kameralarından görə 15 dəqiqə söhbət ediblər. Kimdən söhbət? Padruqası ilə. Söhbət ediblər. Sonra Bolt taksi çağırıblar. Bolt taksi ilə də konum atıblar. Bilmirəm nə deyil. Konum atandan sonra həmin o qızla gəliblər. Qız burada düşüb. Həmin o padruqası qayıdıblar da. Taksi ilə qayıdıblar. Saat neçədə gəlib düşüblər? Təxminən harasa 1-də dəsən düşüb. Rəfiqəsinə deməyib niyə gəlirəm bura? 2 yazada işləmiş beləsinə. Deməyib rəfiqəsinə ki, mən bura niyə gəlirəm? Nədən ötürü gəlirəm? Deyib ki, gəlib burada özümü intihar edeyim. Özümü intihar edəcəm, nə bilim, nə arayacam beləsinə. Onlar da taksi ilə o Amma səbəbini deməyib. Səbəbini də bilmirik. Rəfiqəsinə də deməyib səbəbi. İndi onu polis araşdırır. Bax, nətər eşitdiniz ki, uşaq kanalda? Valla, mən özüm həmişə 12-də onunla danışmışam, 9-da bir dəfə danışmışam. 11-28-də dayısı ilə yazışması olub. O da getmişdi asan xidmətə. Amma birətən həmişə evdə olurdu. Zağı 2-yə 10 dəqiqə işləmişətən. Zəng vurmuşam, telefonla zəng çatıb, amma açmayıbdı. Təzədən mən onun padruqası Günay, bildim ki, onunla çıxır da onunla. Ona zəng vurmuşam. O da andaman elədi ki, mən onu görməmişəm. Təzədən mən bir də zəng vurdum, yalvardım, dedi ki, yenə görməmişəm. Təzədən 102-ni yığmışam. Ondan sonra polis şöbəsinə gəlmişəm, sonra bilmişəm ki, Günay bunun yanında olubdu. Günay da güya deyilənə görə gətirib düşürdü. Nətər ölümə gələn insanın yanında padruq ola. Bir buna heç nə, mənə deyir, qolumdan tutdum, dartdım, yalvardım, amma taksi şoförü deyir ki, heç bir şey eləmədi. Sadəcə qapını açdı, o düşdü. Bu da mənə deyir ki, məni şəhərə düşürdü. Mən özüm ona 225 dəfə deyir, düşüb deyir, zəng vurmuşam, telefon açan olmayıbdı. Evdən də normalını səhər-səhər durub, çay içib, qardaşına çay verib, axşam şirniyyət pişmişik. Evdən pul götürüb ki, nə salat demişdim, aynı onları al. Belə heç bir sözsüz, söhbətsiz, heç nə. İndi axtarışlar da gedir, nə bilim, belə. Mən buradan prezidentimizə, Mehriban xanıma, bütün qurumlara xahiş edirəm, mənim evladımın tapılmanda mənə kömək eləsinlər. Quliyev Abdülmanaf Əloğlu. İtmiş, bugün nədir, bizim nəvəmiz 4 gündür artıq yoxdur. Mən bütün qurumlardan kömək istəyirəm. Xahiş edirəm, gücləndirilmiş iş rejimində bizə kömək eləsinlər. Qarabağ kanalı bir sutkalıq nədir ki, bu suyu heç olmasa biraz azaltsınlar ki, bu uşağın ölüsün, dirisin, ya sağ qalmağını heç olmasa əlimiz buradan üzülsün, ondan sonra başlayaq uşağımızı başqa bir yerdə axtarmağa. Əgər, bəli, biz nə qədər bu millət, cəmaət də yazıqdır, bugünkü soyuq havada biz nə qədər gəlib kanalın qırağında duraq şeyə baxaq.